Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bir məhsulu tanışların izahını verəcəm. İlk sualdan başlayaq. Deməli, bu tip suallarda fikir verin. 2 minus 3x, 2 plus 3x. A minus B, A plus B oxşuyurmu? Oxşuyur. Ya A kvadratı çıxılsın B kvadratı, yəni 3x'in kvadratı bərabərdir. Üzr bərabərdir. Üstünə gəl. X'i 9x kvadratı çıx 2x bərabərdir 10'a. Bunlar əksəriyyətlərdir. Cəmi 0 verir. Mənfi 2x bərabərdir. 10'dan çıxıram 4'ü 6, x də bərabərdir mənfi 3, B variantı. Üçüncü sualda da gəlin bir dəfə A minus B, A plus B kimi açacağıq. 3y plus 5, 3y minus 5, 3y plus 5 çıxılsın 3y plus 5 olacaq. Bir dəfə də bunu toplayırıq. 3y plus 5 plus 3y minus 5 bərabərdir 60'a da. İndi 60 yerləşmədi. Burada 3y'lər getdi elədi 10 vurulsun. Burada 5'lər getdi 6y'yə bərabərdir 60'a. 6y bərabərdir 60'ı 10'a böldü. 6y də bərabərdir 1'ə A variantı. Təliyin son sayda həlli var. Son sayda həlli tapmaq üçün əvvəlcə vurub açırıq. 5A plus 5x minus 4 bərabərdir 15A2 çıx 7A'ya. Nə olur olsun? Sol tərəfə x'ləri yığırıq. Deməli 5x çıxılsın 15A2 bərabərdir mənfi 7A çıx 5A plus 4'ə. 5x'i çölə çıxardıram. 5x'i çölə çıxartdıq. Göstəri gəliyaz. 5x'i çölə çıxartdıq. 1 minus 3A bərabərdir mənfi 12A plus 4'ə. Sonsuz sayda o zaman həlli olur ki, burayla bura hər ikisi, bu 5'i nəzərə almasaq da olar da, belə deyim sizə də. Hər ikisi 0'a bərabər olmalıdır. A da 0, B də 0 demişik də bunu. Və mənfi 12A plus 4 o istəyin cavab alacaq o heç. Deməli A'mız olacaq 3'də 1 cavab E variantı. 7-ci sualda. Uşaqlar, əgər bizdə şeylərin sayı tək saydadırsa, nə deyirlər ona? Mötərizələrin sayı tək sayda, cüt saydadırsa 196 dənə mötərizəmiz var. Deməli 196 dənə mötərizədə hamısı bir-birini aparır. Və burada yet saxlayın. Hamısı bir-birini aparacaq. Yəni belə olacaq da 11 çıxılsın 2 bərabərdir 1997 axı. Yəni mənfilər cüt sayda olanda mənfi olanda müsbət eləyir axı. Ona görə şey elədik. 11 minus x 1997'ye mənfi x bərabərdir 1986'ya, x də bərabərdir mənfi 1986 oldu. Cüt sayda olduğuna görə mənfilərin sayı ona görə. 9-cu sualda həlli yoxdur. Bu da elə əslində bayaqki sual kimində 12ax çıxılsın 9 çıxılsın 7a mənfi 3x plus 9 üstə minus 9 çıx 8'ə. 12ax plus 3x bunlar getdilər. Bərabərdir 7a çıx 8. Bilirik. 3x'i çölə çıxardaq. 4a plus 1 bərabərdir 7 açıq 8'də. Həlli yoxdur o zaman ki A'mız 0 olsun. Baba A burada bura. A'nın mənfi 4'də 1 qiyməti. Bu qaydanı əzbər bilməlisiniz də. A 0 B 0'dan fərqli olduqda AX bərabərdir B tənliyində. X'in əmsalı A'mız 0 B'miz 0'dan fərqli olduqda şey olmur. Həlli olmur. Gəldik. 11 baxın eyni şeydir. Deməli birini x çölə çıxardaq elə. X çölə çıxardaq. A minus 5'də 4 bərabərdir B minus 3'ə. Kökü yoxdur deyilsə A minus 5'də 4'ü yenə də 0'a bərabər edirik. A'nın 5'də 4 qiymətində kökü yoxdur. Yəni 0'dan 8. Müəllim bəs B bura nə olurdu? Burada 0'dan fərqli olmalıydı. B də fərqlidir. 3'dən cavab E variantı. Yenə də bax artıq bu şablon soru olur. Deməli, son sayılı varsa x'in əmsalını 0'a bərabər edirik, sağ tərəfi də 0'a bərabər edəcəyik. A'mız olur 2. A'mız 2'dirsə, B'mizi tapmaq üçün A'nı yetirib 2 qoydum. B'miz də 1,5 olurmu? Cəmin istəyir. Cəmi 3,5 olacaqmı? Bəli. Deyir ki, sonsuz sayda kökü olarsa deyir. Sonsuz sayda.
m kvadrat 2x çıx üstüne gel n kvadrat 2x üstüne gel 5x beraberdir 2m'in çıx 5'e. Düzdürmü? Ne x var sola yığıram. Hamısından da x çölə çıxardıram. M kvadratı n kvadratı plus 5 beraberdir 2m'in çıx 5'e. Düz mü həll elədik? Görək. Çıx 5x-idir ya. Yəni, burada bir dənə səhv eləmişik, işarət səhv eləmişik. Deməli, bu çıx 5-dir. Düzəldirik. Deməli, çıx 5x çıx. Neyini ya uşaqlar? Baxın, biz bilirik ki, sonsuz sayılarlı varsa A-da 0, B-də 0 olmalıdır. Deməli, onda m kvadratı plus n kvadratı da nəyə bərabər oldu uşaqlar? 5'e 2m'in neye beraber oldu? O da 5'e beraber olmuş oldu. Tamam, bize ne istedik? 5m bölünsün n plus n'e. İnşallah səhv yazmadık da, düzdür mü? Səhv yazmadık ki. M kvadratı plus çıx 2m'in tamam, böyle düz yazmışıq. Deyirəm, bəlkə m plus n'in kvadratı kimi yazaq. Yox, m plus n'in kvadratı çıx 2m'in. Tamam, belə yazaq da onda. Evet, cürə ala biləcəyik. Bunu köməkçi müxtəri mövzusuyla m plus n'in kvadratı çıx 2m'in bərabərdir 5'e yazaq. 2m'imiz 5'dir. M plus n'in kvadratı çıx 5 bərabərdir 0'a. Onda olacaq 0'a yox. 0'a niyə? 5'e. 5'e. Bir dəqiqə. Biz nəysə səhv yazmış ola bilərik kimi, bəli. Çünki mən burada m plus n'in kvadratı mən burada 10 alıram. Əslində 10 almalıydım. Normalde 0 almalıydım. Yox. M plus n'in kvadratını 10 aldım. Aha. Bir deyək. Sadəyə baxaq. Nə səhv elədim? M kvadratı 200 üstəgəl n kvadratı 200 çıx 5x. 2m'in çıx 5'e düz yazmışıq. X'i çölə çıxartdıq. M kvadratı n kvadratı çıx 5 bərabərdir 2m'in çıx 5. Buraya da düz. Sonsuz sayıda həlli varsa x'i çölə çıxartdıq. M kvadratı n kvadratı çıx 5 düz yazmışıq. 2m'in çıx 5'i də düz yazmışıq. Tamam, böyle düz yazmışıq. Və təkcə sıfıra bərabər elədik. M kvadratı n kvadratı 5'e bərabərdir. 2m'in də 5'e bərabər olmuş olacaq. Bura qədər düz. Sonra demək 5'e bərabər oldu. M kvadrat n plus n çıx 2m'in bərabərdir 5'e. Bəlkə biz belə eləyək, belə bir iş görək, orada nə alacağıq? Məncə elə işi alırıq, amma nəysə də. Deməli. M kvadrat üstə n kvadratı 5'e bərabərdir. 2m'in də 5'e bərabərdirsə, sağ tərəflər bərabərsə, deməli, sol tərəflərdə nə edə bilərik? Bərabər eləyə bilərik. Burada yazırıq m plus n'in kvadratı çıx 2m'in bərabərdir 2m'inə. M plus n'in kvadratı bərabərdir 4m'inə. Tamam mı? Mən elə bunu deyirəm də sizlər. Deməli, mən aparıb m'in yerinə nə yazıram? M plus n'in yerinə aparıb yaza bilərəm. Kökdə 4mn yaza bilərəm. Kökdə 4mn yaza bilərəm. Buradan da alınmayacaq deyəsən. Şöyle biz burada başqa yolla bir deneyə bilərik. Bax, deməli, nə edə bilərik? Düzdür, mən burada düz almışam, qardaş. Deməli, tərəf-tərəfə çıxsaq, burada m minus n'in, bir silim bunu göstərim. Bax, burada m çıx n'in, m kvadratı çıx 2m'in plus n kvadratı bərabərdə 0 alarıq. Bu da m çıx n'in kvadratının açılışı deyil mi? Yoxsa məczusu kimi? Niyə mən bayaqdan uzadıram? Onu bilmirəm. Deməli, aldıq ki, cavab m'imiz burada 0 bərabərdir. Olacaq m çıx n'in kvadratı bərabərdir 0, onda m'inə bərabər olacaq. M'inə bərabər çapıb yerinə qoyanda 5n bölünsün, m'in yerinə qoyanda 2n'ə 2,5 olmuş olacaq. Çox uzatmışam misalı. Deməli, 17-ci sualda mx
çıx 2x bərabərdir 4m çıx 16. 4m. Buradan x-yə çıxarsaq, m çıx 2 bərabərdir 4m çıx 16-ya. Deməli, m 2 olduqda kökü olmur. 1'ə b variantı. Yani m 2 oldu, bəli, a-mız sıfırına kökü olmur axı. M sonra bizə nə deyir? Sonra. Demişəm, yalnız bir kökü var. Xeyr, 1'ə b variantı. 2'də, bax, 1 ilə işimizi qurtardıq. Biraz balacalaşdırıq. 2'də m kvadratı x çıx 2x bərabərdir 4m çıx 16-ya. X-yə çıxardaq, m kvadratı çıx 2 bərabərdir 4m çıx 16-ya. Deməli, x-in yerinə, x-in istənilən qiymətində yalnız bir kökü var, deyə bilməliyik. Düzmü elədik ikincisini, düz elədik də 4m çıx 16-ya. Burada m'in yerinə yox, m'in 2 qiymətində yox, m'in 2 qiymətində. M'in istənilən yalnız bir kökü var. M'in istənilən qiymətində, xeyr, kökdə 2 qiymətində kökü yoxdur. Sol sayı kökü var. M'in 2 yerinə 2 qoyduqda. M'in 4 qoyduqda. Olmur axı 4 qoyduqda. Nə belə yazırlar ki, misalı? Bir də baxaq. Deyəsən, mən diqqət eləmirəm. Deməli, x-i çala çıxartsaq, m kvadrat plus 2-dir, hə? Hə, plus 2-dir. Mən onu səhv yazmışam, bir saatdə xəbəriniz var, plus 2-dir bu. Hə, bu ikincidir. Plus 2-ymiş, mən səhv yazmışam. Plus 2x. M'in yerinə nə qoysam, onsuz da müsbət olacaq. Nə qoyuramsa qoyum, m'in yerinə müsbət olacaq. Düzdür? Ona görə 2A variantı uyğun gələcək. M'in yerinə nə qoysam, A-mız sıfırdan fərqli olduğuna görə yeganə kökü olmuş olacaq 2A variantı. 3-də də eyni sualdır. Yenə də x-ə çıxartsaq, m çıx 4 bərabərdir 4m çıx 16-ya. Bəli, m'in 4 qiymətində 0 olur. Sonsuz sayda 3'ə d qutar etdi. M'in 4 qiymətini qutardım. Sonsuz kökü var. 1'ə b, 2a, 3'ə də d variantı olmuş. Olacaq. Bitdi. Hə, keçdi ikinci bölməyə. Şükür Allah, birinci bölmə bitirdik. Oldu nə? 9 y-in kvadratı bərabərdir 4'ə. Y-in kvadratı bərabərdir 4 böl 9'a. Nəyin kvadratı 9 4 verir? Plus minus 3'də 2'nin cavab B variantı. Tənliyin köklərindən biridir. Üstündə cəmi 5 hasili 4 versin. Diskriminat. Verilmiş kvadrat tənliyi də uşaqlar. Cəmi 4 hasili 5, 4 və 1'dir də. Cavab D variantı 4. 5-ci sualda. Uşaqlar, burada x kvadrat plus 2x-ə bir dənə t deməklə ola bilər ki, t minus 3, t plus 2 yazasınız. Bərabər eləyəsiniz mənfi 4'ə. Sonra vurub açarsınız t kvadratı. Bir dəfə nə yazım? Çıx t, çıx 6 plus 4 bərabərdir 0'a. T kvadratı çıx t, çıx 2 bərabər 0'a. Cavab 2 və mənfi 1 oldu. Müsbət kökü də 2'dir. Yox, müsbət kökünü tapın deyir. Tamam, bir də baxaq. T minus 3, t plus 2 bərabərdir mənfi 4'ə. Hə, hələ bitirməmişik. Biz t ilə olan kökləri tapdıq. Bir dəfə 2'yə bərabər eləyirik. X kvadratı plus 2x minus 2 bərabərdir 0'a. Bir dəfə də x kvadratı plus 2x bərabər eləyirik mənfi 1'ə. Burada müsbət kökü olmayacaq. Uşaqlar deyim sizə. Burada mənfi 1, kökü mənfi 1 olacaq elə bir. Olmayacaq. Burada var. Müsbət kökü. Discrimination bərabərdir. 4 çıx, 4A, C8, mənfi 4 plus 12 verir. 12. X1 bərabərdir. Müsbət kökü tapmaq üçün B-nin əksi üzərinə kök altda D 2 kökdə 3 verir. Bölünsün 2A-ya, yəni 2'yə. Belə müsbət kökü budur. Hər tərəfini 2'yə bölsək mənfi 1 plus kökdə 3 və ya kökdə 3 çıx 1 demək. Cavab B variantı. 7-ci sualda. Şöyle bu tip suallarda diqqətli olmağın biri 0'a bərabərsə, tənliyin köklərindən biri 0'a bərabərdirsə, onda bu tənliyin kökləri hasillə 0'a bərabər olacaq olmayacaq. Çünki 0 nəyə vursaq nə verir? 0 verir. Onda modul m bərabərdir 3'ə. Kökləri hasili modul m çıx 3 dəfə c-nin yerində dayanır. M də bərabərdir plus minus 3'ə. Nəyi modul 3 verir? Mənfi müsbət 3'ün. Amma yalnız mənfi 3 olacaq. Müsbət 3 üzr istəyirəm. Müsbət 3 olacaq, mənfi 3 olmayacaq. Mənfi 3 qoysaq, niyə müəllim? Mənfi 3 qoyanda kökləri cəmi də 0 verir. Amma bizə nə deyir? Yəni, hə, ikisi 0 demir, yalnız biri 0 deyir. Ona görə m'in yalnız 3 qiymətində ödəmiş olacaq.
Yalnız bir bərabərlik ödəyər. X dəyişən cavabı da diskriminant bərabərdir 25 çıxılsın 4 vur A vur 4 A bərabərdir 0-a. Yalnız bir qiyməti deyir. Yalnız bir qiyməti. 0 bərabər nədir qardaş? Mənfi 16 A kvadratı bərabərdir. Mənfi 16 A kvadratı bərabərdir. Neçəyə? Mənfi 25-ə. A kvadratı bərabərdir 25 böl 16-ya. Nə bilim 5 böl 4 1 tam %25'də. Plus minus 1 tam %25. Biri milyon faiz budur. Bir də 0'dır. Niyə müəllim? Mən A-nın yerinə 0 yazsam 5x bərabərdir 0 alıram. Tənli x də bölüdür 0'a. Bir dənə qiymət ödədi demədi? Ödədi. Cavab o D variantı olmuş. Olacaq. Tənli kökü yoxdur. Müəllim yoxdur deyəndə A kvadrat çıx 6A plus 5 0'a bərabər olmalıdır. B'mizi yenə dayananı isə 0'dan fərqli olmalıdır. Demişdik də bunu. Deməli nə oldu uşaqlar? Cəmi 6 hasili 5 olar dedilər biz. 5 və 1'dir. Bunun kökləri 5 və 1'dir. İkinci kökləri cəmi 3 hasili 2 və 1'dir. Uşaqlar 1'i götürmürük. Niyə? Çünki 1 hər ikisini 0'a çevirəndir. A da 0 olsa, B də 0 olsa, axı sonsuz sayda həlli olar. Ona görə biz nə deyirik? Yalnız bura baxırıq. A-nı 0'a çevirsin, B 0'dan fərqli olsun. Yalnız 5 qiymətində cavab C variantı. 2 də olmaz çünki 2 olsa B'miz 0 olur, A'mız 0'dan fərqli olur. Ona görə. Yalnız A'nın yerinə 5 qoyanda sol tərəfimiz 0 olur. X'in əmsalı 0 olur. Sağ tərəfimiz fərqli də olur və yeganə həlli olmuş olacaq. Hər kökü 0'a bərabərsə discrimination nə deməli? 13-cü sola 0'a. Elə bir belə başa düşək də. Hər kökü 0'a bərabərdir. Hər kökü 0'a bərabərdirsə, öz istəyəmi deyir ki, hər kökü 0'a bərabərdir. Onda belə yazaq bəri, m kubu plus 8-də 0'a bərabərdir. Kökləri hasili 0'a bərabərdir, 100%. Elə kökləri cəmi də 0'a bərabər olacaq da, düzdür? Hər ikisi 0'a bərabər olacaq. Buradan m-i mənfi 2 tapırıq. Buradan m-i plus minus 2 tapırıq. Plus minus 2 tapanda şey ödəməyəcək, müsbət 2 ödəməyəcək. Müsbət 2-də qoyduqda x kvadratı plus 12 olur və bunun kökü olmuyor. Ümumiyyətlə, müsbət 2 ödəməyəcək də. Qardaş, m-in yalnız mənfi 2 qiyməti olacaq. Axı, müsbət 2 olduğunda kökləri hasili 0 vermir. Diqqət olmaq lazımdır. Cavab E variantı. 15-ci sualda. Kvadrat tənlikdə yalnız 1 0'a bərabərdir. Aparıb harda x var yerine nə yazırıq? 1 0'a bərabərdir işte. 0 yazırıq. Olacaq mənfi k kvadratı çıx 2k bərabərdir 0'a. Mənfiyə vuraq. Bərabər eləyək 0'a. K-nı çölə çıxardaq. K plus 2 bərabərdir 0'a. Biri 0, biri də mənfi 2. Hansı qiymətində yalnız 1 0. Müəllim, 2 kök tapdıq. 1 0, 1 mənfi 2. Qardaş, mənfi 2 olmaz. Deyilən niyə? Mənfi 2 olanda, bura. Mənfi 2 olanda hamısı 0 olur. Mənfi 2 qoyduqda A-mız ümumiyyətlə gedir də. Bildiyin A olmur. Biz axı demir A olmasın deyə köklərindən biri 0 olsun. K-nı yalnız 0 qiymətində. Çünki kökləri hasilinə verməlidir. 0'a bərabər olmalı. Çox beşə suallar deyil mi? İkisi kökünü tapınca tapaq da. Vuraq açaq. Baba, sol tərəfi açıram. 2x'in kvadratı plus 2ab 2x 2 oranında 4x plus 2 bərabər x'in kvadratı plus 3x plus 4'ə. 2x kvadratı çıx x kvadratı plus 4x çıx 3 plus 2 çıx 4. Hamısını yığdım bir tərəfə. Burada diqqət olun da. X'in kvadratı x'in kvadratı plus x çıx 2 bərabərdir 0'a. Mənfi 2 və 1'dir köklərimiz. Müsbət kökü istəyirsə cavab da 1'dir. Cavab yoxdur 1. Kiçik kökü istəmir, kiçik kökü istəyir. Müsbət kökü yox. Mənfi 2 cavab B variantı. 19-cu sualda tənliyinin kökləri üçün hansı təklif doğrudur? Elə bil bizim A-mız mənfidir. K x'in kvadratı yerində A-mız mənfidir. Demək ki, bu halda diskriminant bərabərdir. 2k minus 1'in kvadratı müsbət ədəddir. Çıxılsın 4 vur k vur k. Biz bir şey deyə bilmərik. Çünki 2k'nın deməli yazaq da 4k kvadratı bir bunu açıram.
çıx 4k plus 1 çıx 4k'nın kvadratı. Bunlar getdilər. Getdilər bunlar. Açdım, diskriminantı açdım. Mənfi 4k plus 1 oldu. Ha, deyə bilərik. K'mız mənfi olduğuna görə mənfi müsbət. Deməli, discrimination'ı sıfırdan ne aldıq? Böyük aldıq. Deməli, iki müxtəlif kökü var. İki müxtəlif kökü var. Diskriminant sıfırdan böyük olduğuna görə iki müxtəlif və əks işarəli kökləri olacaqdır. Əlbəttə ki, 100% əks işarəli. Diskriminant iki bərabər kökü var. Xeyr, çünki diskriminant sıfırdan böyükdür. Həqiqi kökləri yoxdur, xeyr, ola bilməz, var. Müsbət köklü, mənfi köklü olar deyə bilmirik, amma əks işarəli kökü var. Deyəcək, yoxlayaq da, x1 bərabərdir, 2k minus 1 plus, diskriminant hər hansı nədirsə də, məsələn, 2 yazıram diskriminantı yerinə, bilmirəm axı nədir, amma müsbətdə onu bilirəm. Bölünsün 2a-ya, 2k-ya. Deməli, bu olur 2k plus 1, bundan bölünsün 2k-ya. Bu mənfi ədəddir, bu da mənfidir, müsbət verəcək. O birisi də 2k minus, yeni mənfi, 2 müsbət kökü varmış. Deməli, C variantıdır. Hər iki kökü müsbət olacaq. Hər iki kökü müsbət olacaq, 100%. Belə olmuş olacaq. Bu sol çoxdurmu? Maşallah. Təhlükələrin biri aparıb, bura bax. Köklərindən biri irrasionaldırsa, uşaqlar, o biri kökdə bunun nəyi olur həmişə? Qoşması olur, yadda saxlayın. Həmişə onun qoşması olur. C-ni tapın dediyimizdə. C nədir uşaqlar? C də hasili deyil. Kökdə 5 minus 2-nin qoşması kökdə 5 plus 2-dir. Hasil nə verəcək? 1. Qarşılığı sadə edilərdir. Tənin həqiqətlərin hasili ən böyük qiymət alar deyir. Ən böyük qiymət alsın deyir. Tamam, bir baxaq da. C-nin hansı qiymətlərin həqiqətlərin hasilidir? Əvvəlcə çevirmiş kvadrat tənliyə çevirək. 4x 1 C bölü 2 bərabərdir 0. C-nin 8 qiymətində deyirəm. Niyə? C-nin yerinə 8 qoyduqda 8-i 2-yə böləndə 4 olar və bu da x minus 2-nin kvadratı bərabərdir 0-a, x də bərabərdir 2 olar, olmaz? Olar. C-miz 8. Target. Cevap D variantı. 25. sualda. Sıfıra. Həqiqətlərin biri mənfi. Həqiqətlərin biri mənfi 1 çaparıb harada x oyunu mənfi 1 qoyuram. B'miz olur nə? 7. Digər kökü isə, B'nin 7 tapdı uşaqlar. Bir kökü mənfi 7 tapdı. İkinci kökü isə 6x, B'nin yerinə 7 qoyaq. Çıx 2 bərabərdir M-ə. Səhv getmədik ki, görəsən. Biri mənfi 1. Mənfi 1 qoyduq yerinə 3 çıx B plus 4, 7, mənfi 7, 7 oldu. Apardı içində 7 qoydum B'nin yerinə. Deyir ki, kökləri eynidirsə, digər kökü isə 6x, aha eynidirsə. Tamam. Tapadık, hiç narahat olmayın. 6x plus 5 bərabərdir M-ə. Bax, bu da ikinci tənlikdə belə tapdıq. Yəni, biz x-əni tapadık, gözlə. Mən birinci tənlikdə B-ni 7 tapadım. Aparıb, birinci tənlikdə B-ni yerinə 7 qoyaq və tənliyi tapaq. Diskriminant bərabərdir. 49 çıxılsın 48, 4 alsı 1-ə bərabərdir. x1 bərabərdir. Mənfi 7 üstəyənsin 1 bölünsün 2a-ya. 6'ya mənfi 1, x2 bərabərdir. Mənfi 7 çıx 1 böl 6'ya, mənfi 4 böl 3'ə. Aha, deməli, ikinci deyir ki, ikinci təmin kökləri bərabərdir. Yəni, x-in yerinə mən nə qoyacağım? Mənfi 4 böl 3'ə. Plus 5 bərabərdir m-ə. Bundan bu getdi 2. Mənfi 8, mənfi 3'ə. Bitir etdi. Məncə bunu bir dəfə də baxarsınız, mən dediyim izah, bir də sıfırdan baxsınız, tam başa düşəcəksiniz ki, mən nədən danışmışam burada. Sonsuz ayrılı varsa, qardaşlar, bunu bilirik də. A kvadratı çıx 7A plus 12 bərabərdir 0-a.
A kvadrat çıx 8A plus 15 də 0A. Deməli, bunun kökləri 3 və 4'dür. Bunun kökləri 5 və 3'dür. Ortaq kökü hər ikisində 3. Ortaq kök götürürsünüz. Cavab 3. 29-cu sualda 2 bərabər kökü varsa diskriminant nə olmalıdır? 0'a bərabər olmalıdır. P kvadratı, B'nin yerine P-2'dir. B kvadratın yerine P-2'nin kvadratı olacaq. Çıx 4P plus 4 çıxılsın 4A S 4 vur 1 vur 4P çıx 24'də vurub hamısını açdım bərabərdir 0'a. P kvadratı çıx 8P çıx 20 bərabərdir 0'a. 10 və mənfi 2 cavab 10. Dörd getdi. 31-ci sualda köklərindən biri 1'ə bərabərsə harda x var yerine yazdım? 1 yazdım da əlbəttə ki. Olacaq n-2, n plus 3, k minus 3. n plus k da bərabərdir 2'yə. Bulaydı cavab 2. Bu qədər sadə. 33-cü sual köklərindən biri 1'dirsə, köklərindən biri 1 nədir? Köklərindən biri mənfi 2, köklərindən biri mənfi 2 bərabərdir. Bu da asaddır. Aparıb x yerine mənfi 2 qoyacağım. 4 plus 2 plus 2a kvadratı çıx asadə sollarda çıx 1 bərabərdir 0'a. 2a kvadratı çıx 9a plus 5 bərabərdir 0'a. Qiymətlərin hasilini istəyir. Cavab hər tərəfin 2'yə bölürəm. Çevrilmiş kvadrat tənliyə çevirirəm. Bərabərdir 0'a. Kökləri hasili bu deyilmi? Bəli. Cavab 2,5 olmuş olacaq. Tənliyin 2 bərabər kökünün olması üçün, diskriminant yəni 0'a bərabər olması üçün, qardaş. Yəni 9p kvadratı çıxılsın 4 vur p kvadratı çıx 40p plus 20 bərabərdir 0. Bitdi getdi. 5p kvadratı çıx 40p plus 20 bərabərdir 0'a. P kvadratı çıx 8p plus 4 bərabərdir 0'a. Nə istəyir bizdən? Bizə qiymətlərin cəmi 8 deyilmi? Bitdi getdi də. Yəni sadələşdirirsən kökləri cəmi 8, kökləri hasilisi cavab 4 olacaq. 37-ci sualda A parametrindən aslı tənclər üçün uyğunluğu müəyyən edin. X kvadratı bərabərdir A kvadratı çıx 4'ə. Bizə nə deyir? Deyir ki, A bərabər 0 olduqda A 0 olduqda hər bir kökü yoxdur. Çünki A-nın yerine 0 qoyanda X-in kvadratı mənfi 4 olamaz. 1'ə B variantı. A bərabərdir A2 olduqda C variantı oxuyuram. A2 olduqda 0 verir. A2 olduqda 2 bölmüş var, yox. A2 olduqda əks işarəli 2 tam kökü var, yox. A2 olduqda irrasionaldır, yox. Yox. Yəni bir də B variantı. İkincində A-nın yerinə nə qoyuramsa qoyum. 2 əks işarəli 2A variantı. A-nın yerinə 0 qoysam X-in kvadratı 4'ə bərabər olur. Plus minus 2'yə bərabər olacaq. Bu 1. A-nın yerinə C-də 2 qoysam 2 bərabər kökü var. Xeyr. 2 qoyduq. Əks işarəli 2 tam kökü var. 2 qoyduqda. Bəli. D-də ödəyir. 2 qoyanda 8 olacaq da. Düzdür. X var 8'də. Yox. Tam kökü olmuyor. Üzr istəmir. Ödəmir. Getdik. X-in kvadratı bərabərdir A kvadratına. Deməli 0 qoyanda yox. Amma 2 qoyanda 3'ə də D variantı. 1'ə də C-də 2'ye Y də uyğun gəlir. Niyə müəllim? X'ini A-nın yerine 2 qoyanda 8 verir. İkincisi 8. Plus minus 2 köşdə 2 irrasional ədlər deyil. Otorgetdə bizə də bunu deyildi. 39-cu suala baxaq. Sən sualda 39 isə tutarlıq bölməni. Kvadrat tənliyi üçün uyğunluğu müəyyən edin. Diskriminant 0'dan böyük. Bu asadda diskriminant 0'dan böyük olanda 2 müxtəlif fərqli kökü var. Bir də A variantı. Diskriminant 1'ə, 2'yə, 3'ə, 0'a bərabər olanda 2 bərabər, 3'ə B variantı. 0'dan kiçik olanda tənliyin X-in qiymətində həqiqi kökü yoxdur. D variantı 2'yə, 1 də. Deməli, diskriminant 0'dan kiçik olub, A-mız 0'dan böyük olduqda qollar yuxarı olur. Bəli, C də uyğun gəlir. 2'ye C də uyğun gəlir. Həmişə müsbət qiymətə. Qoyun belə göstərir. Baba, diskriminant 0'dan kiçik olanda bu deməkdir. Nə verirsən ver, həmişə müsbət olacaq. Həmişə 0'dan böyük olacaq. Y nədir? Tənliyin 3 kökü var, heç vaxt olanmaz. Bitdi. Bu da bizim ikinci bölməmiz. Üçüncü bölməmiz böyüdürmü görün? Maşallah. Deməli, biz başlayaq 3-cü bölmənin izahına. Sonuncu bölməyə. Gedirik. Sonuncu bölmənin izahını eləməyə. Birinci suala deyir ki, köklərindən biri 2'dir. Tənliyin diğer kökünü tapın.
Köşədən biri 2-dirsə, aparıb harda? X var, yerinə yazacaq, 2 yazacaq. 20 çıxılsın 2m, çıx 8 bərabərdir 0-a, m bərabərdir 6-ya. M 6'dır. M'i 6 tapandan sonra yazıb ki 5x kvadratı çıx 6x çıx 8 bərabərdir 0-a. Və kökü istəyir. Bizdən kökü istəyirsə kökünü tanımı yazaq da. Biri 2 demir. Köklərindən biri 2'dir də deyir. Hər tərəfini 5'ə. Deməli, mən sizə bir yol deyəcəm. Deməli, bərabərdir 0-a. Cəmi 6. 10 və mənfi 4. 5'ə bölürəm, 5'ə bölürəm. Mənfi 0,8. Bu tez hesablama yoludur. Necə hesablayırıq? A'ya bölürük, B'ye dəymirik, C'ye vururuq. Belədir, bax. Eləmişəm, fikir verin. A'ya böldüm, B'ye dəymədim, C'ye vurdum və kökləri 10 ilə mənfi 4 tapdım. Amma 10 ilə mənfi 4 deyil, ha. Biz nəyə bölmüşdük? A'ya. Hər birini A'ya böldüm, aldım 2. Bunu aldım mənfi 0,8. Onsuz da 2 vermişdi. Cavabda mənfi 0,8 digər kökümüz oldu. Sonra burada kökləri cəmimiz 7'dir. 3-cü sualda 7 oldu. Kökləri hasilimizdə mənfi 1 oldu. X1 minus kökləri cəminin yerinə 7 qoyaq. Hələ qoyaq görə nə olacaq? Ya da qoymayaq hələ. Bir də promu orta məxrəcə gətirək. Bir dəqiqə. Bu promu misalı orta məxrəcə gətirirəm. X1 plus X2 orta məxrəc. Vururam. Baba vururam. X1 plus X2'ni vururam X1'e. X1'in kvadratı. Üstəyəl X1 vur X2 çıx X1'in kvadratı. Bunlar əks oldu, getdi. Kökləri hasilimiz nəyə bərabərdir? Mənfi 1. Kökləri cəmimiz 7'yə. Cavab mənfi 7'də 1 olmuş oldu. Bu sorular məndə sizin üçün asan olacaq. Kökləri cəmi 1'ə bərabərdir. 5-ci sola. Baxan kimi 1'ə bərabərdir. Kökləri fərqi 13'dür. Kökləri fərqi 13'dür. A'nı tapın deyir. Geçsinə tərəf-tərəfə toplayaq. Tərəf-tərəfə toplayanda 14. X1'imiz 7'dir. Onda X2'miz 20 olar. Yox. Nədən çıxındı? 13 qalır. Heç necə baxaq. Kökləri fərqimiz 7'dirsə, qardaş, 7 üstdə nə gələndə 1 verir? Mənfi 6. Mənfi 6 gördünüz. İndi nə istəyir? A'nı tapın. A'mız olacaq. Deməli, kökləri hasilimiz mənfi 42 olacaq. A'mız 42 olacaq. Kökləri hasilini demirəm, kökləri hasili mənfi 42'dir. A'mız özü 42 olacaq. 7-ci sualda. Köklərindən biri o birinin 8 vaid böyükdür. Müəllim, biri x isə o birisi x plus 8-də düzdür. Və cəmi nəyə bərabərdir? 12'yə. 2x bərabərdir 4'ə, x bərabərdir 2'yə. X'imiz oldu 2. X'imiz 2'dirsə, o biri 2'dir, biri 10'dur da, yəni. Hasili nə verəcək? 20. M də kökləri hasilə durmayıb, durub. Cavab 20. Köklərindən o kökləri olarsa, uşaqlar, hazırda kökləri cəmi mənfi 5'dir, hasildə mənfi 3'dür. Mənfi 3 vur, mənfi 5, cavab neçə olacaq? 15. 11-ci sualda köklərindən biri, eyni sualda əslində, köklərinin cəmi nəyə bərabərdir? Bax, cəmi, baxan gibi 8'ə bərabər deyilmi? Bəli, kökləri hasili də, buna bax, bunu bir çarpaz vursaq, x1, x2'miz 2'yə bərabər olacaqmı? Bəli. Cəmi 8 hasili 2 olan ədədlərimiz. Q də 16 olacaq. Q-ni yenə 2 durur. Q-ni istəyir bizdən. Q-ni 2 verib. Olsun, kökləri hasili 2'dir. Burada niyə belə şey verib görəsən? Çox asan soru veriblər. 11 P variantı. Çox asandır. X1, X2, uşaqlar 13-cü sualda elə vuracaq da bir-birinə şeydə 2 minus kökdə 3'ü vuracaq 1 plus kökdə 3'ə. 2 minus kökdə 3'ü vuracaq 1 plus kökdə 3'ə. 2 minus 2 kökdə 3 plus kökdə 3 çıx 3 mənfi 1 çıx kökdə 3. Bu kökləri hasilidir. Və belə bir cavab axtaraq. Demək, plusda olan bir şey, bütün şeyləri tullayın geçsin. Hasilində plus olanlar tullayın geçsin. C getdi, Y getdi, D getdi, B cavabı A variantı ilə. Bitti getdi. Kökləri cəmini də toplayanda da bəli cavab cəmidə 3 verir. O yüzden cavab elə promoy A variantı. Bu da eyni sualdır. 15 de eyni sualdır. Qardaş, eyni sualdır. Bir dəfə toplayın, bir dəfə vurun və cavab alacaqsınız. 17 eyni işarəlidir. Gəl baxaq. Deməli. Aslında bunun çok kısa yolu var da, indi bu dəqiqə ağlına çıxmış ol, ən qısa yolu necə tapırlar? Bax, eyni işarəlidir dedikdə.
Cevabı da 41-ci var. 49 çıxsın 8, 41 aldıq. Düzdür? Birinci misalın diskriminantını. X1 bərabərdir. Mənfi 7 üzərinə kökdə 41 bölünsün 2a'ya. Bir dəfə də çıxırıq. Deməli, çıxdıq. Elə ikisi eyni işarədir. Birinci eyni işarə, ikisi mənfi kök alacaq. Mənfi 7 üstə də 41 mənfi verir. Mənfi 7 çıx 41 yenə mənfi verir. Yəni, eyni işarədir. Biri 1'dir. 100% biri 1'dir. Deməli, ya D idi, ya C idi. İkincinə baxaq. 25 üstə gəlsin 4AC 24. 49 verəcək. 49 da 5 üstə 49'dan kök 7 çıxır. Bölsün 2a'ya. 1 yox, bu vermir. 2'yi tulladıq getdi. 3 də yəqin ki verməz. İnanmıram verə. Baxalım hər ehtimala. 3'də. Deməli 49 üstə gəlsin 8 olacaq. 57 olacaq. Deməli, diskriminantımız 57 isə x1'imiz olacaq. Mənfi 7 üstə kökdə 57. Aha, bu müsbət verəcək. Bu müsbətdir. 57 çünki mənfi 7'dən böyüdür. 7'dən böyüdür ona görə. Və o birisi də mənfi verəcək. Bu da getdi. Deməli 2'də getdi, 3'də getdi. Dayı baxma ehtiyac yoxdur ki, onda 5-cidir. Onda 1 ilə 5 olacaq çox güman ki. 81 çıxılsın 12 bərabərdir 69'a. Bir dəfə olacaq 9 plus kökdə 69 bölsün 2'ye. Bir dəfə də 9 minus kökdə 60. Hər ikisi müsbətdir, bəli. Hər ikisi müsbət olacaq köklərimizin. 1 ilə 5 cavab D variantı olmuş olacaq. Kökləri hasili sıfıra çevirən. Kökləri hasili sıfıra çevirən. K qüvvəti çıx 7K plus 12 bərabərdir 0. Kökləri hasili yerinə o durmuyor. K qüvvəti 7K plus 12 durmuyor. Hasili qiymətlər cəmi 7. Bitti. Bunu soruşuyor biz nəyə? Tanın kökləri x1 plus 4x2 bərabərdir 1'ə. x1 plus x2 ise müəllim 7 böl 4'e. Niye 7 böl 4? Çevirmiş kuvvetler ne çevirirse 7 böl 4 değil mi? Kutu cütüde. Ne istiyor bizden? A'nı istiyor. Tamam taparıq, problem değil. Əvvəlcə biz tərəfə çıxaq. 3x2 bərabərdir. Mənfi 4'də 3'ə yuxarıdan aşağıdan çıxdıq. x2'ye bərabərdir. Mənfi 4'də 1'ə. Mənfi 4'də 3'ü nəyə böldüm? 3'ə böldüm. 3'də 1'ə vurdum deyiləm. Mənfi 4'də 1'ə x2'miz mənfi 4'də 1'dirsə, bunu yenə mənfi 4'də 1 yazanda x1'imiz 2 olur, olmur? Olur da. 2 olur mu? Bəli olur. Qutar getdiyini bizə hasil istəyir. Hasili də x1, x2 hasili də A böl 4'ə bərabər deyilmi? Bəli də çevirmiş qüvvətəni çevirdik də. 2'ni mənfi 4'də 1'ə vuranda mənfi 2'də 1 olur. Mənfi 2'də 1 bölüdür. A böl 4'ə A'mız olacaq. Mənfi 2'ye bərabərdir 4'ə. A da bərabərdir. Mənfi 2'ye cavab E variantı olmuş olacaq 21-ci sualda. Səhv köçürtməsək. Mən düz köçürtdük. 23'də. Ədədi ortası 6'dır. Köklərinin ədədi ortası. Deməli kökləri cəmimiz olacaq. Mənfi 2M. Vuru başını deyiləm. 2M çıx 4'dür. 2M çıx 4. Mənfi 2M plus 4 olacaq. Kökləri cəmi əksiyan ötürürük. Şöyle, ədədi ortaya kökləri cəmi 2'ye bölmək demək deyil. Bunu 2'ye bölürəm kökləri cəmi deyil ki, 6'ya bərabər edeyim. Gör nə qəşəsən sualdır. 2M plus 4 bərabərdir 12'ye. 8 M'imiz olur mənfi 4'də. Cavab A variantı. Hansı qiymət? M'imiz mənfi 4'də. 25-ci sualda. X qüvvət çıx 3x'ə, yəni T desək, T plus 2 T minus 8 bərabərdir 24'ə. Bu da olur T kvadratı çıx 8 T plus 2 T çıx 6 T çıx 16 çıx 24 bərabərdir 0. T kvadratı çıx 6 T çıx 40 bərabərdir 0'a. 10 və mənfi 4. Biz nəyə əvəz eləmişdik? X kvadrat çıx 3x'i bir dəfə 10'a bərabər edirik. Bir dəfə də X kvadrat çıx 3x'i mənfi 4'ə bərabər edirik. X kvadratı çıx 3x çıx 10 bərabərdir 0'a. X kvadratı çıx 4 bərabərdir 0. Deməli, cavab nə verəcək uşaqlar? 5 və mənfi 2 bu verir. Cəmi 3 hasili 4'də bunun kökü yoxdur. 5 ilə mənfi 2. İndi bizə nə istəyir 5 ilə? Hər şey hasilini tap 5 ilə mənfi 10. Cavab E variantı. 5 ilə mənfi 2 bir-birinə vururuq. Kökləri cəmini sıfıra çevirəm. Müəllim, kökləri cəmi sıfıra bərabər eləyirəm. Mənfiyə vururam, yenə sıfıra bərabər eləyirəm. Qiymətləri hasilini tapın, cavab mənfi 2. Bu qədər sadə sualdır əslində bu.
Kubları cəmi tapın. Müəllim, x1 ilə x2-nin cəmi 5-dir. 2-dir. Və belə yazıram. x1 plus x2'nin kubu yox, üzr istəyirəm. x1 plus x2 birincinin kvadratı çıx birinci vur ikinci üzərinə ikincinin kvadratı. Bizdən bunu istədiyi budur. Kvadratı. 5 vurulsun x1'in kvadratı çıx hasılın yerinə 2 yazıram plus x2'nin kvadratını. Bunu da köməkçi müxtəsər rüma düsturu ilə bununla bunu x1 plus x2'nin kvadratı çıx 2x1 x2 kimi yazıram. Bir də burada çıx 2 var. Ama düsturu bilənlər göydə tutun nə demək istədim. Kökləri cəmi 5'dir. 5'in kvadratı 25. Çıx kökləri hasılı 2'dir. 4 çıx 2 olacaq. 95. Cavab E variantı olmuş olacaq. Tənlik kvadratları olan, tənliyin köklərinin kvadratı olan çevirmiş kvadrat tənliyi tərtib et. Kökləri cəmi 5. Hasılı 2. Deyir ki, köklərinin kvadratları olan, yəni x1'in kvadratı və x2'nin kvadratı olan. Tamam, cəmin tapaq. Yəni kvadratları cəmin tapıram. Olur x1 plus x2'nin kvadratı çıx 2 x1 x2 və burada x1 x2 cəmi 5'dir. 5'in kvadratı 25 çıx 2 vur 2 neçə verir? 21. Görün şey, köklər cəmini 21 tapdım. Kvadratları cəmini tapdım. 21 tapdım. Bir də kvadratları hasili olacaq da, düzdür. O da 4 verəcək. Əlbəttə ki, hasili 2 isə kvadratları hasili 4 verəcək. Cavab D variantı edilmiş olacaq. Çox əslində məntiqli sorulardır. Məntiq işlətmək lazımdır. Köklərindən yalnız birini sıfıra çevirəm. Köklərindən yalnız biri sıfırdır. İnşallah ilə promo ilə bax. C-nin yerində durub 8-ə bölməyə də ehtiyac yoxdur. Çevirmişə çevirməyə ehtiyac yoxdur. Promo sıfıra bərabər eləyin. Qiymətləri cəmdə 5'dir. Bitir etdi. 4 etdi. Cavab 5. 35. soru. X1 bayaq sonunda bu x1 plus x2 yazırsınız. Birincinin kvadratı çıxılsın, birinci vurulsun ikinci, üzərinə ikincinin kvadratı. Əslində rahat yaza bilərsiniz. Kökləri cəmi 5'dir. Bundan bunu da yenə köməkçi müxtəsər vurma düsturu kimi belə yazaq. Çıxılsın 2 x1 x2. Bir də çıxılsın yenə də x1 x2 vardı da burada. 5 vurulsun. 5, bunun cəmi 5, kvadratı 25 çıxsın. 3 x1 x2 bərabərdir 13. %25 çıxsın 15p bərabərdir 13'ə. Mənfi 15p bərabərdir. Mənfi 100. 25'te 10 çıxan nə qalır? Yox, 112. Mən nə danışıram? Mənfi 112'yə P də bərabərdir müsbət neçəyəsə. Əgər səhv bölməsəm. Hə, bizdən P-ni istəyirdi. Bir dəqiqə, mən nə istəyib həll elədim? Bir dəqiqə. Nə istəyib həll elədim? Belə baxaqdır. Nə isə hesab verirmi? 100%. Deməli, kvadratları cəmi çıxsın 2, çıxsın, aha, orada düzəlmişik. Kvadratları cəmi 5'dir 25, hasılı P'dir. 3P, 125 çıxsın 15P bərabərdir 13'ə. 15P. 125'dən 112. Bax, burada P'miz tam ədəd olmur. Niyə belə səhv olub ki, görəsən? Bir dəqiqə, mən nə səhv yazım? Ay, 35'ə uşaqlar çox üzr istəyirəm. Kublar cəmi kimi açmışam. Mən də kublar cəmi kimi açmaq nədir bunu? Bərabərdə 13'ə. Deməli, x1 x2'nin cəmi x1 plus x2'nin kvadratı 25 çıxılsın 2p bərabərdir 13'ə. P də olacaq 6. Görmək. 37 asaddır. x1 x2'nin ortaq vuruq kimi çölə çıxardaq. x1'in kvadratı üzərinə x2'nin kvadratı içəridə qalır. x1 x2 də yenə qalsın yerində. İçərini köməkçi müxtəsər düsturu ilə belə yaza bilərik. Kvadratı çıxılsın 2 x1 x2 kimi. Bəli, yaza bilərik.
Kökləri hasilimiz o. Müəllim hər tərəfi 2-yə bölək. Kökləri hasilimiz -3-dür, -6-ı 2-yə böləndə. Kökləri cəmimizdə 3 bölü 2 1,5-dir. 1,5-in kvadratı çıxılsın yenə kökləri hasildə -3. Burada diqqətli olmaq lazımdır. -3 2,25 plus 6. 8,25. 8,25-i də -3-ə vuracaqsınız. Cavab D variantı eləmiş olacaq. 39-cu sualda uşaqlar. Deməli bizə x1-i 0-dan kiçik veribsə, birinci misala baxmıram. -2 vurulsun modul x2 çıxılsın, modulda x2 çıxılsın x1, üzərinə 4 modul x1 yazırsınız. Əgər köklərindən biri mənfidir, kökləri hasılı -1-dir. Deməli, biri müsbət olmalı ki, mənfini müsbətə vuranda mənfi versin, -1 versin. Düzdür, x1 olsa mənfi verir, deyirsən. Onda x2'miz 100% olduğu kimi açılacaq, çünki x2 müsbətdir. Plus x1 olacaq, çünki qabağında mənfi işarəsi var. Çıx 4 x1 olacaq, çünki x1 özü mənfidir. Açanda qabağında bir də mənfi atırdıq. Bəli. -3x2, -3x1, -3'ə çıxardanda x2 plus x1. Kökləri cəmi bizə nə verib aşağılar? Kökləri cəmi bizə nə verib? -3 cavab -9. Cavab 9. D variantı. Deməli, 41-ci sualda bizə verib. Bax, təliyin kökləri x1 plus 6x2-ni 2 verib bizə. Nə deyir? Hansı qiymətin ödəyər şərti? Tamam da. Belə yazaq da. X kvadratı çıx 17 böl 6x plus a böl 2 bərabərdir 0. Burada da kökləri cəmi nəyə bərabərdir? 17 böl 6'ya bərabər deyilmi? 17 böl 6'ya bərabərdir də. Hər səfər çıxıram aşağıdan yuxarına. 5x2 bərabərdir. 2-dən -6'da 5 yazıram. x2 ilə bərabərdir. Bunu buna bölündə -6'da 1. Aparıb burada -6'da 1 yazıram. x1 onda olur -1 bərabərdir 2. x1 bərabərdir 3'ə. 3'dən -6'da 1. Heç nə. 3'dən -6'da 1 tapdıq. A'mız, kökləri hasilimiz nəyə bərabərdir? A bölü 6'ya bərabər deyil. Yox, hansı qiymətini ödəyir? Tamam da. Hansı qiymətində kökləri hasilini tapırıq da. A'mız A'nın hansı qiymətinədir? Cavab A parametrinin hansı qiymətində tənliyinin x1 kökləri bunun heç olmadı, neyse. C bölü 6 olacaq. A bölü 6 bərabərdir x1 x2'yə, -2'də 1'ə, A da bərabərdir -3 qiymətində. Kökləri hasilini bərabər elədim. Bu x1 x2'yə də tutar getdi. 43-cü sualda orta məxrəc x1 x2'dir. Olur 2x. Bu bir dəfə nə yazıram? x1 plus x2 olur surətdə. 2'yi çölə çıxartdım. Bərabərdir 36'ya. Kökləri cəmimiz var. -6. Kökləri hasilimizdə P'dir. 36'ya. -12'ni nəyə böləndə 36 verir? Əlbəttə ki, -3'də 1'ə də. Cavab -3'də 1 E variantı. Şuraya qarşılığı təsvir edir. Qarşılığı təsvir edilərin hasili nə verir? 1'ə. M də bərabərdir plus minus 2'yə. Tutar getdi. Plus minus 2 A variantı. Tutar getdi. Qarşılığı təsvir edildikdə hasil 1'ə bərabərdir. Qarşılığı əksdə isə kökləri cəmi 0'a bərabər olacaq. Yenə də bu da eyni şeydir. 47'də əks edilərdirsə kökləri cəmi nədirsə 0'a bərabər. Bax, əks edilərin cəmi 0 verir. M3'ə çıxardaq 0 və 2 qiymətlərində. A variantı. 49-cu sualda uşaqlar, kökləri cəmimiz, çox uzun suallardır bunlar. Kökləri cəmimiz 7'dir, kökləri hasilimiz 1'dir. İndi bax, mən bunu kökdə x1 plus kökdə x2'nin kvadratı çıxılsın 2x1 kökdə x1 x2'mi yazsam olar mı? %100 olar. Yəni kökdə x1 plus kökdə bunu bərabərdir 7'yə. Deməli, yazıram kökdə x1 üzərinə kökdə x2'nin diye kökdə x1 plus kökdə x2 də bərabərdir, kvadratı bərabərdir 9'a. 9'a kökünə çıxır 3. Bax, müsbət deyək, cavab da 3 olunmuş olacaq. 9'a getdi, 51.
Deməli uşaqlar, köklər x1 x2-dən böyüksə, deməli x1 100% müsbət, x2 mənfi. Niyə müəllim? Mənfili müsbətə vuranda köklər hasili mənfi 3 verə bilər də, əlbəttə ki, məntiq var da. Deməli x1-imiz müsbət olduğu kimi yatacaq, x2-miz isə mənfi x2 yatacaq, mənfidir. x1 böl x2 üstə x2 böl x1-ə bərabərdir. Orta məxrəc qəşəng edəcək. Orta məxrəc olacaq x1-in kvadratı plus x2-nin kvadratına. Bu da bərabərdir. x1 plus x2-nin kvadratı çıx 2 x1 x2 surəti yazdıq. Məxrəcdə olduğu kimi qaldı. Apar yerinə qoy yaz. Köklər cəmi mənfi 5, 25. Köklər asılı mənfi 3 plus 6, mənfi 3. Cavab mənfi nə bilim 31 bölü 3. Cavab E variantı eləmiş olacaq. 53-cü sualda. Sıfırdan fərq əksərilərdir. 3-nə. Əksərlər isə cəmi nəyə bərabərdir? 0-a. Müəllim 3-ə bölmə ehtiyac var? Xeyr. Əslində çevrilmiş kvadratını heç müəllimə ehtiyac yoxdur. P bərabərdir. P hansı qiymətlərin kökləri 0-dan fərqli əksərlər kökləri. Hətta kökləri plus minus 3 qiymətində. Amma 3 olmayacaq, mənfi 3 olacaq. Niyə müəllim? Çünki 3 qoysaq axı hasildə 0 olur. Elə şey olmaz axı. Bizə deyir ki, hasil 0 olsa deməli biri 0-dır, biri başqa ədəddir. Əksərlər hasil 0 vermir axı. Əksərlərin cəmi 0 verir. Ancaq mənfi 3 ödəyir. Müsbət 3 ödəməz. Cavab E variantı olmuş olacaq. 55-də deməli 0 yerdən kiçik, M-də yerdən kiçikdən böyük kökünü tapın. Tapaq da. Böyük kökünü tapın. Kökləri cəmi M plus N-ə, kökləri hasili, üzr istəyirəm, M plus N böl M-ə, kökləri hasili N böl M-ə bərabərdir. Çevirmiş kvadratını çevirdim də hamısını. Sonra M plus, demək bunu belə yaza bilərdik. 1 plus N böl M-ə yaza bilərik. Bəli, ayrı-ayrı yazdım. Və. Birisi nə problem olacaq burada? Bizim köklərimizcə deməli N-imiz müsbətdir, M-imiz də müsbətdir. Köklər cəmimizdə müsbətdir. Deməli x1, x2, M böl M-dir də. N böl M. N böl M. Biri 1'dir. Bax hələ. Ayrı-ayrı yazanda 1 plus N böl M. Elə bil x1'imiz 1'dir, x2'miz də N böl M-dir də. Burada biri də N böl M-ə vuranda N böl M verir mi? Verir. Amma N böl M daha böyük deyil. Niyə müəllim? 0 kiçikdir M-dən, o da kiçikdir N-dən. Fərz elə buna 2 qoyub, buna 3 qoyanda, 3-ü 2-yə böləndə 1-dən böyük verir, vermir? Bəli, köklərimizdən biri 1-dir, biri də 1-dən böyük ədəddir. O da N böl M A variantı olur. Qəşəng sualmış ha. Kökləri hasili, nə deyir bizə? Kökləri hasili. Kökləri cəmi ikisinə bərabərdir. Kökləri hasili, yəni 2 minus 3B. Kökləri cəmidə mənfi B-nin 2 misinə bərabərdir. Bu asan sualdır ki. 3B bərabərdir mənfi 2B'yə, B bərabərdir 2. 59-da x1A, x2, M A sıfırdan böyükdür. Aha, M-i tapıldı. Deməli, kökləri cəmi 4 böl A-ya bərabərdir. O da x1-ni A qoyuram, M qoyuram, 4 böl A. Kökləri hasili də M böl A-ya bərabərdir. Və A böl M yazıram. Tamam mı? Tamam. Baba bizə əsas bax bunlar lazımdır. Çarpaz vuranda A kvadratı M bərabərdir M-ə, A kvadratı bərabərdir 1-ə, A da bərabərdir plus minus 1-ə. Amma plus minus 1 deməyək də, A bərabərdir 1-ə. Çünki A sıfırdan böyük şərt verir baxın. A-mız 1-dirsə, 1 plus M bərabərdir, bu tane yerinə qoyuram 4-ə, M-imiz də olur 3. Görünə bir şey 61. Kvadratları cəmi 60 olar. Çox asan sorular deyil bunlar. x1 ilə x2-nin kvadratları cəmi 65-dir. Köməkli müxtəlif x1 plus x2-nin kvadratı çıx 2x1 x2 bərabərdir 65. Sadə sual. Kökləri cəmi 81, 9-un kvadratı çıx 2q bərabərdir 65-ə. 2q bərabərdir 16-ya, q də bərabərdir 8-ə. Görün neçə sualdır. 79-dır. Biz 61'dəyiz. Tamam, çox qalmamışıq. 63'də. Bu da bayaqçıdır. Bax. Modul x1 4 modul x1 x2 modul x2. Bəs biz hardan bilək nədir?
Deməli inşallah köklərin hər ikisi mənfidir. Niyə müəllim? Kökləri cəmi mənfidir, hasili müsbət 1-dir. Deməli mənfini mənfiyə vuranda müsbət verir, toplayanda mənfi verir. Bax məntiq burada ilə gəlir. Biri mənfi, biri müsbət ola bilməz və ya hər ikisi müsbət ola bilməz. Çünki hər ikisi müsbət olsa kökləri cəmi mənfi 7 ola bilməz. Deməli biri mənfi, biri müsbətdir. Amma biz hansının müsbət, hansının mənfi olduğunu bilmirik ya, belə baxanda. Tamam da onu da belə eləyək də. Biz hansı tamam da sadələşdirək. X1-i müsbət götürək. X2-ni mənfi götürək. Bax bunu mənfi götürək. Deməli mənfi x üstə x1 üzərinə 4 vurulsun. Bax. Biri mənfidirsə, biri müsbətdirsə. Deməli modul daxil ifadəmiz mənfidir. Olacaq belə. 4 çıxılsın olacaq onda. Bax, bunu silək. Gördünüz, çıx x2 olacaq. Allah xeyir eləsin. Bəli, çıx x2 olacaq. Hasilimiz 1-dir, olsa cəmimiz də mənfi 7-dir də. Amma bizdə cəmimiz mənfi 7-dir. Gözlüyün, nə istər. Onda. Deyə eləyək də. Deyə eləyək. Biz onda x2-ni müsbət götürək, x1-i mənfi götürək. Belə açıq. Ya hər ikisi müsbət. Hər ikisi müsbət ola bilməz. Çıx 4'müşüm. Sağ küsmüşüm. 63'te. X1 çıx. Üstə gəl 4. X1 X2 olacaq onda. Plus X2 olacaq. Hasili 1'dir. 4, 7, 11. Köklər mənfi 7. Bir dəqiqin. Nə səhv eləyirik? Ya mən səhv eləyirəm ya da kitabı səhv eləyirəm. İkisindən biridir. Deməli, mən buradan modul x1, mənə heç də şərt verməyib, hansı böyüdür, hansı kiçikdir, o şərti mənə verməyib, baxın, niyə belə eləyir ki bu? x2, mod mənfi 7, hasılı 1'dir, o heç, bu mənfi 4'dür, bu heç, bu mənfi 4'dür, bura, hasılı 1, mənfi 4'dür. Modul x1 plus modul x2 çıx 4 yazdıq. Bax, mənə x1, x2-nin hər ikisi müsbət ola bilməz. Hər ikisi müsbət olsa, cavab mənfi 7 verəməz. Deməli, biri müsbət, biri mənfi 7-də. Onu dirək qalmışam belə. Yəqin ki, köklər cəmi 7 götürürlər. 7-dən də mənfi götürürlər. Cavab mənfi 11 qoyarlar, bəlkə də. Belə fikirləşirəm. Yəni, baxın, bu suala dəqiq. Uşaqlar, mən belə səhv yanaşıram. Deməli, hər ikisi də mənfi ola bilər də. Niyə mən bir də mənfi yanaşıram ki? Deməli, hər ikisi mənfidir də. Hər ikisi mənfi, onda da kökləri hasili mənfi verəcək. Belə olacaq. Sonra mənfi 3-lə çıxardıb, x1 plus x2 çıx 4 yazıb. Mənfi 11 olmaz ki artıq burada. Mənfi 7, müsbət 7 olacaq. Şöyle cəmi baxın, mənfi 7-dir. Müsbət 7-dən də 4 çıxanda cavab 3. Deyirəm, baxın, sonra düzü yanaşmıram. Köklərindən biri m olarsa olacaq, m kvadratı çıx 6m çıx 23 bərabər çarpar verin m qoydum yerinə. Bunda bizə verilən vurğuda vurub açıram. M kvadratı çıx 6m çıx 16. Vurub açdım. Gətirib m kvadratı çıx 6m-in yerinə 23 yaza bilərəmmi? Bu tərəfə atsam 23 olmur. 23-dən də 16-nı çıxacaq. 23-dən də 16-nı çıxacağım. Cavab 7. Bu da belə. 67-ci sual. Şimdi kvadratlar cəmi ikisi qiymət alır. Köklərin kvadratları cəmi yazıram. x1'in kvadratı plus x2'nin kvadratı ən kiçik qiymət, yəni 0 deməkdir. Yazıram ki, x1 plus x2'nin kvadratı çıx 2, x1, x2 bərabərdir. Olacaq köklər cəmi b minus 3'ün kvadratı, Allah xeyir eləsin, çıxılsın, 2 vurulsun, 2 minus b'dir. Kökləri hasılı mənfi b plus 2 və ya 2 minus b toplamda yerləşdi. Bərabərlik 0'a. B kvadratı çıx 6b plus 9 çıx 4 plus 2b bərabərdir 0'a. B kvadratı çıx 4b plus 5 bərabərdir 0'a. Cəmi 4 hansı 5 və B payının hansı qiymətində? Ən kiçik qiymət alır. Mənfi b böl 2. 2 qiymətində. 67'nin cevabı 2 olmuş olur da. Düz demədim mi? Düz dedim də. Cevap 2 olacaq. Ən kiçik qiymətini istəyir bizdə. Cevap 2. Bizə də
Bir de B'nin en kiçik qiymətini istəyir. B'nin cavab 2 olmuş olacaq. Bəli, belə olacaq. 4 plus 2B B kvadratı çıx 4B plus 5 bərabər 0'a. Aha, mənfi 4 bu 2. Düzdür, belə olacaq. Bu getdi. Köklərin kvadratlarının en sol verir belə. En sol alır. 5 minus 2m'in kvadratı çıxılsın. Yox, x1 plus x1'in kvadratı plus x2'nin kvadratı x1 plus x2'nin kvadratı çıx 2 x1 x2 bərabərdir. 5 minus 2m'in kvadratı çıxılsın 2 4'im. Daha doğrusu plus 4'im. Plus 4'im. Bərabərdir 0'a. 25 çıxılsın 20m plus 4m'in kvadratı plus 4m bərabərdir 0'a. 4m'in kvadratı çıx 16m plus 25 bərabərdir 0'a. M hərfinin hansı qiymətində m bərabərdir mənfi b bölünsün 2a'ya. Cavab yenə 2 olmuş olacaq. Onun 2 verir 2. Kökü tanıyım kişinin hasilində bərabərdir. Bunun kökü 3 y plus 1 bərabərdir 10'a, y bərabərdir 3'ə. Deyir ki, hasilə bərabərdir. Hasilə plus 2 deyil. Oy. A'mız olur 1. A'mız 1'dirsə, deməli, çıx 4x plus 3 bərabər 3 və 1. Cəmicə 4'dür, yəni 4. Deyir ki, tanıyım köklərinin kvadratları cəmini tapın. Köklərinin kvadratları cəmini tapın. Bərabərdir. Bunu yazaq. x1 plus x2'nin kvadratı çıxılsın 2 x1 x2 bərabərdir. Kökləri cəmi 7'dir. Kvadratı çıxılsın 2 vurulsun. Kökləri hasili m kvadratı plus n kvadratı 4mn. Tamam mı? Taneyinin kökləridir deyir. Bir dəqiq, yenə səhv deyirəm. Təliyin kökləridir deyir, qardaş. Təliyin kökləridirsə, m-lərin cəmi 7'dir. M kvadratı plus n kvadratı çıx 4m'in də kökləri hasilidir. Qardaş, hasili. M-in axı bu kökləridir. Hasil də budur axı. Deməli, təliyin köklərin kvadratları cəmi istəyir. Yəni, m kvadratı plus n kvadratını istəyir. Bu da olur m plus n. Sual axıya oxumuram. Çıxılsın 2mn bərabərdir. 7'nin kvadratı çıxılsın 2 vurulsun m'nin yerinə, daha doğrusu belə yazaq da. Ya da onu düz yazardıq, eləsin o da düzdür də. M'nin yerinə yazırıq. M'in, 2m'in. Aha, yazaq da. 2m'nin yerinə yazıram. Bax, m'nin yerinə yazıram. M kvadratı plus 2 plus n kvadratı çıx 4m'in bərabərdir m kvadratı plus n kvadratına. 49 çıxılsın 2m kvadratı çıxılsın 2m kvadratı plus 8m'in çıx m kvadratı çıx m kvadratı bərabərdir 0'a. Niyə belə edir bilmirəm. Kvadratları cəmini istəyir. Mənfi 3m kvadratı plus üz üstəm çıx 3m kvadratı plus 8m'in bərabərdir 49'a. Yenə səhv etdi, bir dəqiqə fikirləşim. Mən də çox uzatmışam bunu. Gəl bir də baxaq. Deməli, m plus n'imiz 7'dir. M kvadratı plus n kvadratı çıx 4m'in də hasili m'inə bərabərdir. Mən bunu bir dənə kvadratı üstəldiyim. M kvadratı plus 2m'in plus n kvadratı bərabərdir 49'a. Gətirib. M kvadratı ilə n kvadratının yerinə gətirib 5m'in yaza bilərəm. Bəli. 5m'in üstə 2m'in bərabərdir 49'a. M'in olur 7. M'in hasili olur 7. Tamam mı? Tamam. M'in 7'dirsə, onda m kvadratı ilə də n kvadratının cəmi 49'dan 2m'ini çıxanda, 14'ü çıxanda 35 qalırmı? Gör bu boyda misalına qədər uzadıram mən.
75. Kökləri, tənin kökləri 2 vahid böyük olan demiş qüvvət tənin köklərindən 2 vahid böyük olan demiş qüvvət tənliyinin əmsalları cəmi 8 olarsa. Aha. x1 plus x2'miz mənfi p'dir. x1, x2'miz də q'dür. Birinci tənlidir. Peki bu köklərindən 2 vahid böyük olan çevrilmiş. Yani x1 plus 2 x1 plus 2'dir, x2 plus 2'dir. Bir defa toplayaq. Toplayanda olacaq x1 plus x2 plus 4 mənfi p plus 4 olacaq köklər cəmi. Bir də vuranda da x1 plus 2'ni x2 plus 2'ye vuranda x1 x2 üzerine 2 vurulsun x1 plus x2 olmuş olacaq belə deyim də sizə. Kökləri hasılı q'dür. Q plus q çıx 2p. Deməli kökləri hasilimiz oldu q plus q çıx 2p. O yeni tənliyin ha. Demək ki vahid böyükdür. Və deyir ki, indi bunu yazaq da. Gəl biraz bunu yazmağa çalışaq. Yəni x'in kvadratı çıxılsın mənfi p plus 4 x kökləri cəmidir. Üzərinə yazın q minus 2p bərabərdir 0. Əmsalları cəmi 8 deyir. Yəni əmsalları cəmi bu 1'dir əmsalı. 1 deməli x'in 1 üstəgəl 4 çıx p üstə q çıx 2p bərabərdir 8'ə. Deməli çıx 2p olacaq, plus 2p olur. Baxaq elə. Deməli p'miz tamam yazaq. Q'lər etdi. Q minus 3p bərabərdir 3'ə. Bizə nə deyir? P plus Q cəmini istəyir. P plus Q cəmini istəyir bizdən. Yenə nə istəsək həll edədik. Qardaş, biz bu soruları niyə mən düşünməmiş həll edirəm? Sonra axırda bir şey belə edirəm. Kökləri cəmi mənfi p'dir. Kökləri cəmi mənfi p deyil, p'dir. Bir də bu ilk səhvim buradadır da, səhv yapmışam deyil. Kökləri cəmi mənfi p yazmışam, qardaş. P'dir, p. Kökləri cəmi p'dir. Kökləri hasildə q'dür. Sonra yazırıq 2 vahid, 2 vahid. Niyə mənfi p deyil? Hamısı burada səhv yapmışam. Da, mənim səhv gedib. Kökləri cəmi olacaq. P plus 4. Aha. Kökləri hasildə olacaq, qardaş. Diqqətsizlik gör haraya çıxardır. Kökləri hasili Q plus 2p. İndi düppədüz verir. Q plus 2p. Aha. Buramı Q plus p verəcək. Q plus p də verəcək 3'ə. Bu qədər sadəsi olmuş. İşarət səfərində belə olur da. Deməli getdik. Birincində K'nın yeri 2 oldu. K'nın yerinə 2 olduqda deməli bizə nə deyir? K'nın yerinə 2 qoyduqda, K'nın yerinə 2 qoyduqda bizim tənliyimiz nə olacaq? 2K'nın kvadratı çıxılsın plus 5x plus 4 çıx 18 plus 14 bərabərdir 0'a. Üstəmə 2x'in kvadratı. 2x'in kvadratı plus 5x bərabərdir 0'a. Bizə nə deyir? Köklərinin biri yalnız 0 düz deyir də. X sürə çıxartsaq 2x plus 5 bərabərdir 0'a. Biri 0'a bərabərdir düz deyir. Belə biri A variantı. Və belə həll etmək lazımdır da. Məsələn, götürək belə. K'nın yerinə 0 deyə qoyduqda. Belə eləyək də. Birincində Y ödəyəcək çox güman ki. Niyə indi deyəcəm sizə? Niyə Y ödür deyə deyirəm sizə. 2x kvadratı. K'nın yerinə 7 qoyuram. Köklər cəmi getdi. Plus hamısı 0. Kökləri hasilində K'nın yerinə 7 qoyuram 0 verir. Və elə 0 verir də qardaş. Cavab getdi. 2, 3'də belə yoxlanılacaq. Deyə belə eləyək. 79'dan öncə bir şey deyim onu sonra. Tənliklərin köklərinin hasilini 0'a çevirən K param. Hasilini 0'a çevirən. Hasili burada. Bunu 0'a çevirən. Nə istəyir bizdən? Parametrə uyğun edin. K'ların hasili mən söyledim. K'ların hasili mənfi 7'ye bərabərdir. K'ların cəmi mənfi 2'ye bərabərdir. Bu 1'ə B variantı.
2'de baba. 2'de bir asandır. 2'de 2 k kvadratı plus k çıx 8. K kvadratı plus k bölü 2 çıx 4. Hər dəfə 2'ye böldüm. Kalansı sıfıra çevirəm. Deməli, cəmi mənfi 0,5. 2'ye c. Hasili mənfi 4. A. 3'də də olacaq. Nə olacaq 3'də? 7 bölü 3 olacaq. K kvadratı çıx 7 bölü 3 k plus 1 bərabər kökləri hasili 1'ə bərabərdir. 3'ə y uyğun gəlir. Bir də mənfi 7 bölü 3 onu da verməyiblər. Sonra getdi. Belə sağ olun.